Siz Xəzər Universitetində ingilis dilində təhsil aldığınızı Bəli. qeyd etdiniz. Bir foundation sizdə olub, yoxsa birbaşa belə deyək də, siz artıq birinci kursda başladınız dərs tədris almağa? Bizim universitetdə foundation anlayışı yoxdur. Yəni 4 illik ixtisasa daxil olursunuz və 4 il boyunca oxuyursunuz. Sadəcə 2 il ərzində daha çox ingilis dili fənləri keçirilir. Məsələn, birinci kursda oxuyanda foundation 1, foundation 2 keçirdik və həftədə 6-90 dəqiqə bu dərslər olurdu. Bu da təbii ki, ingilis dilinin inkişaf elətdirmək üçün çox yaxşıdır. Çünki fikirləşin ki, 11 il boyunca Azərbaycanca oxumusunuz, birdən-birə ingilis dili mühitinə düşürsünüz, amma ingiliscə danışır. Buna adaptasiya olmaq çətin olardı F1 olmasaydı, amma bu şəkildə daha çox rahatlıqla adaptasiya olduq və öyrəndik dili. Qeyd etdin ki, 6-90 dərslər keçirirsiniz. Deməli, siz 6 günlük dərs rejimindəsiniz, düzdür? Bəli, bəli. Əslində F1-i belə keçirdik ki, 2.90 olurdu bir gün ərzində və həftədə 3 dəfə 1, 3, 5-ci günlər. Amma əfsuslar olsun ki, universitetdə dərs 6 gün olur. Bəzən elə olur ki, məsələn, həftənin 4 günü gedirsiniz dərsə, amma 6-cı gün olur bu günlərdən biri. Məsələn, bu gün də səhər 8:30-da dərs var idi. Bu da biraz çətin olur ki, həftə sonu 8:30-da dərs, amma Xəzər Universitetdə, yəni dəyər hər şey. Nə gözəl. Bildiyim qədərilə Xəzər Universitetdə növbə anlayışı yoxdur. Yəni günorta növbəsi, səhər növbəsi yoxdur. Dərslərin belə deyək, saatları fərqli saatlarda ola bilər. Bəs bu sizə çətinlik yaradırmı? Çünki bəzi tələbələr işləmək istəyir, amma artıq bir belə deyək də standart bir vaxt olmadığı üçün bilinmir ki, nə vaxt işə gedə bilər, nə vaxt başqa işlərlə məşğul ola bilər. Bəli, bu çətinlik yaradır o cəhətdən. Çünki düşünün ki, 1-3-cü günlər səhər gedirsən, 2-4 günorta gedirsən, 5-ci gün axşam gedirsən və hər hansı bir könüllü proqramına qoşulanda, yaxud da xüsusilə də işləyən, part-time işləyən tələbələr üçün bu çətinlik törədir. Amma bəzən elə eləyirlər ki, məsələn, xüsusilə də könüllü proqramları Xəzər Universiteti və Ada Universitetinin tələbələrinə xüsusi olaraq bunun üçün şərait yaradırlar ki, siz özünüz flexible, yəni dəyişkən saatlarla gəlin, çalışın, könüllülük prosesini həyata keçirin. Bu cəhətdən yəni nəzərə alınanda çox da problem yaratmır. Bəs universitet arasında, daha doğrusu korpuslar arasında məsafə var və sizdə olurmu ki, bir dərs bir korpusda olsun, digər dərs digər korpusda olsun? Bəli, ümumiyyətlə çalışırlar ki, bir ixtisas bir korpusda keçirilsin, amma bəzi bir neçə fənlərdə başqa korpusa getmək məcburiyyətində qalırıq. Onu da məsələn bir gün bir korpusda olur, bir gün başqa bir korpusda. Yəni dərslər arasında korpus dəyişdirmirik. O cəhətdən nisbətən rahat olur ki, məsələn, verilən qısa bir arada bir məsələn Neftçilərdə, biri Nərimanovda çox çətin olardı, amma ayrı-ayrı salıblar günləri. Bəs bu sahədə təqaüdlər, sonra təcrübə proqramları olur. Ümumiyyətlə əlavə imkanlarla bağlı nə deyə bilərsən? Ümumiyyətlə belə deyim ki, psixologiya sahəsində biraz təqaüd imkanları dardır. Xüsusilə də siz xaricdə təhsil almaq istəyirsinizsə, çünki sırf psixologiya başlığı altında bir ixtisas seçimi, bir təqaüd proqramı açılmır. Ola bilər ki, ümumi psixologiya ola bilər. Onu da çox tələbələr istəmir. Onsuz Azərbaycanda da ümumi psixologiya oxuyursan, daha çox ixtisaslaşmaq, klinik psixologiya yaxud da hüquq psixologiyası oxumaq istəyirlər. Ona görə biraz çox dardır o cəhətdən təqaüd imkanları. Nə edə bilərsiniz? Məsələn, İtaliyanın, Almaniyanın universitet daxili təqaüdləri olur ki, bunları ancaq araşdıraraq tapa bilərsiniz. Məsələn, ümumi platformalarda bu paylaşılmır. O şəkildə əgər şansınız gətirərsə gedə bilərsiniz. Bir də universitetin özünün Erasmus proqramları olur. Məsələn, bununla bağlı infosessiya keçirilir ki, önümüzdəki semestr 2 şəxsi biz göndərə bilərik və bu İspaniyanın universiteti ola bilər, İtaliyanın universiteti ola bilər. Əməkdaşlıq yaradılır və həmin tələbə bir semestr gedir, orada təhsilini alır, daha sonra isə qayıdır, burada təhsilini davam etdirir. Mən bilmək istəyirdim ki, sizin universitetdə elə bir kafedra ola bilər, elə bir məlumat şöbəsi varmı ki, bununla bağlı tələbələri məlumatlandırsın və yaxud ümumiyyətlə tələbələr bu haqda məlumat hardan əldə etsələr yaxşı olar. Həm təcrübə proqramlarını nəzərdə tuturam, həm təqaüdləri, həm könüllü proqramlarını nəzərdə tuturam burada. Ümumiyyətlə ixtisasdan ixtisasa dediyim kimi klublar məlumatları paylayır. Məsələn, bizim psixologiya klubunda WhatsApp var və WhatsApp qrupu var və oradan biz məlumatları əldə edirik. Ümumiyyətlə də istənilən yerə yaxınlaşaraq, eləcə də xarici işlərə baxan bir ofis var. Ora yaxınlaşaraq buradan məlumatı əldə edə bilərlər. Bir də tez-tez infosession desklər, yəni infosessiyalar keçirilir ki, burada da ətraflı şəkildə məlumat verilir ki, kimlər göndərilə bilər, şərtlər nədir, hansı universitetlər olacaq. Elə
elə 1-2 gün əvvəl də keçirilmişdi. Tam ətraflı şəkildə məlumatları əldə edə bildik. Yəni bu cəhətdən tələbələrin bu informasiyalara çıxışı asandır əslində. Maraqlansalar, cəhd eləsələr çox asanlıqla tapa bilərlər.